İdman sağlamlıqdır. Elə buna görə də sağlamlığına diqqət yetirən hər kəs idmanla məşğul olur. Kimisi zallarda, kimisi açıq havada. Görəsən idmanla məşğul olmaq üçün daha effektiv məkan haradır? Vətəndaşlardan mövzu ilə bağlı fikirlərini öyrənəcək. Təmiz havada idman etmək məncə daha yaxşıdır. Çünki həm təmiz oksigenlə daha enerjik oluruq və qapalı salonlarda belədir ki, hava çox olmur, hava axışlıq olmur. Pəncərələr falan açılsa da yenə də açıq hava qədər olmur. Məncə açıq hava daha yaxşıdır. Parkda idman etmək çox yaxşıdır. Çünki burada təmiz hava, oksigen və bəzi şeylər çox xoşuma gəlir. Ona görə də mən parkda idman etməyi xoşlayıram. Yaz və ya yay aylarında parkda idman etmək daha yaxşıdır. Çünki parkda təmiz hava və aydınlıqdır. Amma qış aylarında idmandan qalmamaq üçün trenajördə idman etmək daha yaxşıdır. Məncə parkda daha təmiz və hava üçün parkda eləmək daha yaxşıdır. Məncə yeni başlayanlar üçün trenajör daha məqsəd uyğundur. Nəinki park. Yəni bir müddət, bir neçə ay orada məşğul olandan sonra parka yönələ biləlim. Yəni hal-hazırda Gənclik parkında da demək olar ki, elə trenajördən heç bir fərqi yoxdur. Yəni burada gəlib rahat idmanlarını edə bilərlər. Yəni qış zamanı da trenajör daha məqsəd uyğundur.